Bizim məclisimizdə çox dəyərli ruhanilərimiz var. Onlardan biri Mahir Şəkərov, gənc ilahiyyatçılardandır. Mən sosial şəbəkədə onun yazılarını izləyirəm. Bir neçə kitabın müəllifidir. Cavan olmağına baxmayaraq, qələmi ilə, əməli ilə öz sözünü deyən gənclərdəndir. Ələkbər müəllimi sosial şəbəkədən tanıyırdı və onunla sosial şəbəkə vasitəsilə əlaqəsi olub, rabitəsi olubdur. Və bu gün məclisimizə təşrif buyurdu. İstəyirdim gənclərdən Mahir müəllimə söz verək. Sonra yenə də Ələkbər müəllimin dostlarına söz verəcək. Buyur Mahir müəllim. Təşəkkür edirəm söz verdiyinizə görə. Mən salamlayıram məclis iştirakçılarına. Qardaş dedi, sosial şəbəkədə əlaqəmiz olub. Əlaqəmiz olmayıb. Mən müəllimi vəfatından sonra sosial şəbəkələrdə paylaşılan şəkillərdən, statuslardan ondan sonra tanıdıq müəllimi və həqiqətən də çox təəssüf elədik ki, belə dəyərli insanı vəfatından sonra tanıdıq və burada da cəmiyyətdə insanlar yaxşı və fəal insanları tanıdıqda gərək bir-birlərinə də onu tanıtdırsınlar. Bugün nurani bir məclisdir, gözəl bir məclisdir. Buna görə ki, bu məclis iki əsas önəm daşıyır bugünkü məclis. Biri ona görə ki, bu məclis elm məclisidir, alim məclisidir və ikinci ona görə ki, fəzilətli və dəyərli bir insanın tanıtdırmaq üçün qurulan bir məclisdir. Bu baxımdan bu məclis dəyərli bir məclisdir, nurani bir məclisdir. Alim məclisi, elm məclisi dəyərli bir məclisdir. Alimə verilən dəyər əsasən onun elminə görədir. Yərfəullahu ləzinə əmənu minkum vəlləzinə utul elmə dərəcat. Allah insanlar içərisində bir dəstə insan seçir ki, iman və elm əhlini buyurur ki, Quran bir dərəcə Allah üstün qərar verib digər insanlardan. Allah elm və iman əhlini özü bir dərəcə üstün qərar verir. Və biz bugün bu üstünlüyü qəbul eləyib bura cəm olmuşuq, bu məclisə cəm olmuşuq. Kitabın adı mənim diqqətimi çox çəkdi, bilmirəm diqqət elədiniz yoxsa yox, çox gözəl bir ad seçilib kitab üçün. Mən bayaq Etibar qardaşlara dedim, çox uğurlu bir addır. Nurla gəldi, nurla yaşadı, nurla getdi. Ələkbər müəllimin şəkillərinə baxsaz, orada daim üzündə bir şadlıq var, daim üzündə bir təbəssüm var, şirin bir təbəssüm var. Mənim fikrimcə elə bu təbəssüm ki, onun üzündən heç əskilmir, hətta xəstəxanada yatdığı halda da şəkilləri vardı, xəstəxanada olan halda da onun üzündə bir nur var, bir təbəssüm vardı müəllimin. Bu, onun daxilində olan imanın, daxilində olan şadlığın, onun üzündəki bir biruzası idi ki, üzündə təbəssüm formasında özünü göstərirdi. Nurla gəldi, nurla yaşadı. Nurla yaşadı mühüm bir sözdür. Biz çox danışa bilərik dindən, hədis deyərik, ayə deyərik. Onu yaşamaq mühümdür. Danışmaq çox adam danışar, hamı danışır. Onu yaşamaq lazımdır. Mən bir məqalə yazmışdım müəllim barəsində. Yazmışdıq, başlıq bu cürdür ki, o peyğəmbər xislətli biri idi. Bəziləri irad edirdi ki, çox böyük bir ad seçilib yazı üçün. Mən o vaxt heç bir cavab vermədim. Elə cavabı elə buradan vermək istəyirik ki, İslami mətnlərdə, elə hədislərimizə biz baxanda, İslam bizdən istəyir ki, biz yaxşılığın özünə çevrilək. Namaz qılaq, namaza çevrilək, oruç tutaq, oruca çevrilək. Peyğəmbər barədə məsələn və yaxud da Həzrət Əli barədə məsələn deyirlər ki, Həzrət Əli ədalətli insan idi. Bu balaca sözdür Həzrət Əli barədə. Həzrət Əli ədalətli adam deyildi, ədalətin özü idi. Ələkbər müəllim barədə də onun görürük ki, o danışmaqdan çox əməl eləyib, yaşayıb. Çox insan onun barəsində, onun xatirələrini oxuyanda mən yenə kitaba baxdım, onun yaşadığının biz şahidi oluruq. Ona görə bu kitab adında da bu cümlə çox mühüm bir cümlədir ki, nurla yaşadı və nurla da getdi. Və biz inşallah özümüzlə gərək çalışaq. Ələkbər müəllim bir nümunədir ki, bu cəmiyyətdə İslamı yaşamaq da olurmuş.
bu yolu getmək də olurmuş. Bu bir dənə nümunədir bizim içimizdə. Elə bir nümunə ki, onu gedəndən sonra tanıyırıq. Ümumiyyətlə, böyük insanları biz əldən verdikdən, itirdikdən sonra tanıyırıq. Cəmiyyətdə nə qədər bizim elə hazırda da ruhanilərimiz var, alimlərimiz var. Heç kim qədir qiymət bilmir. Daim görsən tənqid edirlər. Amma vəfat edəndən sonra onun haqqında yazırlar ki, belə idi, elə idi. Gərək sağlığında bu cür dəyərlər bilinə, tanıdıla və insanlar da onlardan fayda götürə və biz özümüz də gərək bu cür yaşayaq ki, biz vəfat edəndən sonra da bizim də barəmizdə gərək deyilək ki, filan kəs nurla gəldi, nurla yaşadı və nurla getdi. Çox sağ olun. Mən məclisin axırlarında mən yormaq da istəmirəm sizi. Söz çoxdur. Buyurun qardaşlar. Çox sağ olun Mahir müəllim, dəyərli sözlərinizə görə Allah sizin timsalınıza cəmi cavanlarımızı, gənc ilahiyyatçılarımızı var eləsin.